Salam əziz kitab sevərlər. Gənclər arasında tariximizin, mədəniyyətimizin, tarixi abidələrimizin öyrənməsi məqsədi ilə həyata keçirdiyimiz bu layihədə ilk video çarxımız Şirvanşahlar Sarayı haqqındadır. Şirvanşahlar Saray kompleksi dövlət tərəfindən mühafizə edilən tarixi abidədir. 15-ci əsr Şirvan hökmdarı 1-ci Xəlilullahın yadigarı olan saray bugün də öz şöhrətini qoruyub saxlayır. Arxitektura sənətinin bəlkə də oxşarı olmayan bu tarix incisi abidələrdən ibarət olub, şərq memarlığının əvəzsiz ornamentlərini özündə birləşdirir. Yerli badandart daşları ilə inşa olunmuş saray ilin müxtəlif fəsillərində müxtəlif rəng çalarları əmələ gətirir. 1000 illik tarixə malik olan dövlətin yaratdığı bu nümunəni tarixi mənbələrdə bəzən Xəzərin incisi, yatmış ququşu, daşların donmuş simfoniyası da adlandırırlar. Sarayın tikintisində Avropa və Şərqin bir çox bölgələrində nadir hallarda təsadüf edilən elə elementlərdən istifadə olunmuşdu ki, insan bu gözəlliyə heyran olmaya bilmir. Amma çox təəssüflər olsun ki, dəfələrlə yadelilər tərəfindən işğala və talana məruz qalan sarayın bir çox kitabələri yoxa çıxmış, bina bəzi yerlərdən zədələnmişdi. Lakin sarayın vəziyyətinə laqeyd münasibət olmamış, bugün də Şirvanşahlar Sarayında bərpa və təmir işləri davam etməkdədir. Əvvəllər yaşayış binasında 52 otaq olmuş, bunların 27-si 1-ci alt mərtəbədə, 25-i 2-ci üst mərtəbədə yerləşibmiş. Tədqiqatçıların fikrincə, qala mazğallarına oxşar dar pəncərələri olan alt mərtəbə xidmətçilərin mənzilləri, geniş pəncərələri olan üst mərtəbə isə şah ailəsi və onun yaxın adamları üçün nəzərdə tutulubmuş. Saray kompleksinin daha bir binası da aşağı həyətdə yerləşən Şirvanşahların ailə məqbərəsidir. Bina günbəzli mərkəzi salonda və 4 kiçik hücrəyə bənzər otaqlardan ibarətdir. Məqbərənin qapısı zəngin, bəzəkli portal şəklindədir. Bu tikinti Azərbaycan memarlığının ən gözəl nümunələrindən biri sayıla bilər. Binanın nə məqsədlə tikildiyi qapı üstündəki kitabədən bilinir. Burada yazılmışdı ki, türbə Şirvanşah Xəlilullahın əmri ilə 839-cu ildə o anası və oğlu üçün tikilmişdi. Türbənin salonunda aparılmış arxeoloji axtarışlar zamanı üstü daş, üzlüklə örtülmüş 7 sərdabə açılmışdı. Müəyyən edilmişdi ki, bu sərdabələrdə Şirvanşahın ailə üzvləri dəfn olunmuşdu. Anası Bikə xanım, oğlanları Fərruh Yamin, Şeyx Salih, Əmir Bəhrəm. Bu saray kompleksi 2000-ci ildə İçəri şəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrq siyahısına daxil edilib. Kompleks hazırda Azərbaycanın ən əhəmiyyətli tarixi memarlıq abidələrindən biri kimi qorunur.